Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən bir video çəkib YouTube kanalına qoymaq istədim də. İnanıram bu çəkdiyim video hər birimizə xeyirli və uğurlu düşərli olar. Bu videoda çəkmə məqsədim hal-hazırda arxamda görsənilən bu mənim özümə məxsus olan bir balaca bir təsərrüfatımdır. Bir sot yarımlıq bir yerdir. Torpaq çox verimsiz olduğundan dolayı mən heç bir şey, yəni əkdiyim zaman istədiyim ağaçlardan meyvələrin verilməsindəmi, bitkinin tam istədiyim nailiyyətləri ala bilmədiyim üçün bir gübrə hazırlamaq istədim. İnternetdə araşdırdım mən bir çox gübrəni. Gübrələr 4 heyvanın gübrəsindən ibarətdir. Yəni burada ən çox rol olan inək gübrəsidir, at gübrəsidir, toyuq gübrəsi, bir də güvərcin gübrəsidir. Təbii ki, bunlar yəni kiloyuna görə, qramına görə yəni töküləcəkdir. 400 litr suda həll olunacaqdır. Mən sizə onları tam ətraflı həm gübrələrin tərkibini, həm necə hazırlanmasını, hansı gübrədən neçə kilo olmasını da hər ağaca, ümumiyyətcə bitkiyə neçə litr verilməsini videomda, bu çəkdiyim videomda sizə bildirəcəm. Sizdən xahiş edirəm bu videonu görən hər bir gözəl insandan, gözəl vətəndaşdan videonu bəyənməyi, like eləməyi sizdən xahiş edirəm ki, hər kəsin qabağına çıxsın. İnşallah xeyirli, uğurlu olsun. Yəni hər birimizin təsərrüfatı daha da gözəl, əziyyəti daha da uğurlu olsun. Bu mənim özümə məxsus olan bir təsərrüfatımdır. Sot yarımda əkdiyim hər bir ağaçlardan var. Həm subtropik meyvələr olsun, həm normal meyvələrdən olsun. Yəni istədiyim bütün ağaçlardan əkmişəm mən bura. Bəlkə videonu izləyən hər bir vətəndaş, ağaçlar çox sıx əkilmiş, torpağın rəngini hal-hazırda mən videoda necə görsənir, görürsünüz orada. Yəni mandalin, limon, kividir, Yapon əzgilidir, alma, armud, üzümlərim var orada. Alçalardır, gilaslardır, nardır, fındıqdır. Bütün yəni güvəmdir, güvəlidir, şaftalıdır, bütün meyvələrdən əlimə gələn əkmişəm və hər birində bəhrəsini görürəm. Allah hər birinizə də əkdiyiniz hər bir təsərrüfatdan xeyirli, uğurlu eləsin. Daha öncə də mən bu nar ağacına qarışdırdığım bir məhlul bir gübrə vermişdim. Maşallah çiçəklərin necə olduğunu burada hər birinizi görürsünüz. İnşallah belə deyim, tam meyvəyə dolduğu vaxt bunun bir dərmanlaması var. Onu da mən sizə çəkib
paylaşacağım. Necə vurmaq lazımdır ki, meyvələrimizin heç biri çürük olmasın. Hər biri gözəl qalsın. Çox gözəl, maşallah, çiçəklərimiz boldur. İnşallah bunun hər biri bir meyvə əmələ gətirəcək. Çox gözəl narlardır bunlar. Bu narların hər birini Azərbaycanın gözəl güşələrini, gözəl rayonlarını, şəhərlərini gəzdiyim vaxtda və oradan gətirdiyim narlardır. Hər biri çox gözəl bir nardır. İnşallah gələcək illərdə bunların hər birindən təsərrüfatda daha da artırılmasını çox istəyirəm və edəcəm ondan. Hər biri gözəl bir məhsul verir. Maşallah, üzümlərimiz çox gözəldir bu illərim. Bütün dərmanlamasının hər birini edilibdir. Yaşıl budaması olunubdur. Hər bir üzümlərimiz sort üzümlərdir. Həyətdə hal-hazırda Red Block, bildiyimiz Təbriz üzümü, Qaramel, kişmiş üzümü, yəni bir çox üzümlərdən var. Hər biri də çox gözəl məhsul verir. Satmaq üçün deyil. Bu həyətdə olunan, özümə məxsus olan balaca bir bağçam, özümə aid olan bir şeydir. Bütün meyvələrdən əkmişəm. Bütün meyvələri əziyyətlə becərib və bəhrəsini görürəm. Allah hər birinizin həyatında gözəl meyvələrin ruzunun verməsini və ondan dadmasını nəsib eləsin. Bu ağacım 2 yaşında bir gavalı ağacıdır. Havanın çox sərt keçməsindən, yağışların, günəş meyvəni saxlaya bildim. İnşallah bunlar qalar. Çox gözəl, iri gavallardandır. Bunlar hər biri 2 yaşında əkilmiş bir meyvə ağaçlarıdır. Gözəl sort mentol qəflilər var. Hər biri də çox gözəldir. Çiyələklərim var. Bu meyvəyə hər bölgədə bir fərqli adlar deyirlər. Bəzi bölgələrimizdə Yapon əzgili,
Bəzi bölgəmizdə muşmalat. Hal-hazırda sizə söylədiyim iki addan ikisini də bizim rayonumuzda da söyləyirlər. Yorumlarda sizin videonu izləyən şəxsin sizin rayonunuzda, şəhərinizdə, kəndinizdə bu meyvəyə hansı ad deyirlər? Zəhmət olmasa yazıb yorumlarda bildirərsiniz. Bu da yenicə əmələ gətirdiyim qurumuşdu bir kivi ağacı. Çox gözəl çiçəkləmişdi. Amma hayf ki, havaların sərt keçməsindən quruma getdi ağac da, indi yeni əmələ gəlir. Göstərdiyim bu həyətimdə ümumilikdə 85 ədəd meyvə ağacı var. Bir sot yarımdan biraz artıq olunar. Ağaçların arası elə də yaxın deyil. Bir ağacdan digər ağacın arasında olan məsafə bəzilərdə 2 metr, bəzilərdə 1 metr yarım, 1.80. Bunlarda yaxın əkməkdə məqsədim bəzi ağac böyük ağacdır, bəzi ağac balaca ağacdır. Yəni onunla onun arasındakı olan məsafə biri böyüyəndə biri onun altında rahat nəfəs ala bilir. Məsələ iki hayvanın arasına, onlar sort hayvalardır. Bir fiyoko ağacı əkmişəm. Diğer tarafta alma ilə əriyin altına King Kong ağacı əkmişəm. Bu bir diğer tarafta, bir tərəfdə mandalin, diğer tərəfdə limon, ortasında güvər. Bu güvərçin peynidir. İlk olarak bunu töktüm ben. Hal-hazırda 200 litrelik bir dəmir boçkalardır. Diğeri bundan biraz litre olarak farklıdır. Hatta 208 litre 208 litre dəmir boçkalardır. 400 litre mən buna ümumilikdə su dolduracağım və ümumilikdə mən sayıram 9 litre 9 kilo buna töktüm. 9 kilo buna döktüm. Güvercin peyni. Bu töyük peynidir. Nəzərinizə çatdırım ki, töyük peyni 6 aydan artıq olmalıdır. Çünkü yeni töyük peynlərində amoniok çox olur. Tərkibində amoniok var. O da bitkilərinizə və ağaclara zərər verə bilər. Suyunu az edərsiniz və yaxud peyni çox edərsinizsə ağaclara zərər verə bilər. Mən ümumilikdə 18 kilo quş peyni, göbərçin peyni tökdümsə də 20 kilo töyük peyni tökəcəm və 20 kilo at peyni tökəcəm. Bu at peynidir. Bir de yanmış inek peyni tökeceğim. 20 kilo. Dostlar, mən belə bir şey yazdım burada. Kimyasalar yox deyə. Yəni indiki dəqiqə satılışda olan hər bir gübrələrimiz kimyasallarla qarışılmış bir şeylər, düzdür. Bitkiyə xeyri olur, amma bu zaman zərərli olan bir şeylər də olur. Nə qədər təbii gübrələrdən istifadə etsək, o qədər də bitkilərimiz və ağaclarımız daha da gözəl, verimli olacaqdır. Burada təbii qarışımlı heyvan gübrəsi deyə mən yazdım. İnək peynidir.
at peynidir, toyuq peynidir, göyərçin peynidir. Ümumilikdə 400 litr su olacaqdır ümumilikdə. Yəni hər birini mən 400 litr suya qatacağam. Yəni ümumilikdə 400 litr su olacaqdır. 18 kilo göyərçin peyni, 20 kilo toyuq peyni, 20 kilo at peyni, inek peyni də 20 kilo olacaqdır. Yəni burada 20 bir kısaca olarak biz size bir məlumat verim. Videonu izleyen dostlar belki de bilirler bunu. Yəni göyərçin peyninin tərkibində magnezyum, manqa, dəmir, kalsiyum, molibden, kükürt, bir də bor var. Toyuq peyninin tərkibində də azotdur, fosfordur, kalium var. İnek peyninin tərkibində 14.5% üzüm maddələrdir, 0.30%-dən 0.45%-ə qədər azotdur. 0.15%-dən 0.25%-ə qədər fosfordur. 0.10%-dən 0.15%-ə qədər kaliumdur. Yüksək miqdarda selüzit və lignit var. At peynini sorsanız niye yazmadım? Çünkü at peyninin tərkibi toyuq peyni ilə, inek peyni ilə uyğunlaşır. Bir şey de diyeyim ki, at peyninin torpağa cilli olan torpaqları daha da yumuşaldır. Tek olarak hatta bunu subtrotik meyveler olarak limondu, mandalindi, apelsinindi, bunlara da verilir diblərinə. Çiçək vaxtı vermək olmaz. Ümumiyyətcə çiçək vaxtı limondu, mandalindi, apelsinindi, bunları sulamaq da olmaz. Yəni çiçəyə dolduğu vaxtda ta belə yəni pişkanın qarasından mı deyim, mərcimək boyda olana qədər ona su vurmaq olmaz. Çünki çiçəklər o zaman döküləcəkdir. At peyninin ümumiyyətcə onlara çox xeyri var. Yəni 400 litri mən burada 80 ağaca böldüm. Hər ağaca 5 litr gələcəkdir. Yəni 10 sm çevrəsinə, bu ağacdırsa bunun 10 sm qırağında bunu dairəvi şəkildə tökəcəksin o 5 litri. Bir həftədən sonra damlama suyundan mı sulasaq daha da gözəl olar. Effektini və gözəlliyini görəcəksiniz siz o zaman. Peynlərimizi doldurduq. Burada su doldurmaya devam edirik. Videonun başında anlattığım kimi hal-hazırda bu iki boçkada inek peyni, at peyni, toyuq peyni, bir də göyərçin peyni var. O məhlullar hazırlanana qədər bir həftə tam ağzı bağlanacaqdır salafanla. Sonra bu qızqırmağa devam edəcəkdir. Bir həftədən sonra 10 gündə ola bilir. 2 gündən bir qarışdırmaq lazımdır bunu. Çünki toyuq gübrələri 6 aylıq olduğu üçün çox möhkəm bir tane sert bir peyindir. Ona göre onu qarışdırmaq lazımdır ki, bütün peyinlər bir-birinə qarışsın. Təbii gübrəmiz hazır olsun. Bir həftədən sonra bunu həyətdəki olan ağaçların 10 santim ağacın tam sizdə görsədim. Yəni bu bir 2 yaşında ərik ağacıdır. Dairəsel olarak 5 litr. Dairəsel olarak yani bir qarış ağacın ətrafına bunu dibinə dökməmək şərti ilə, dibinə dökməmək, çünki ağacda körpə köklər olar. Hətta bax qazıb sizə göstərə bilərəm. Bunları yandıra bilərsiniz. Ona görə 10 sm ətrafından bunu neçə ağacınız varsa da hazırladığınız məhlulu ağac başına bölüb hər ağaca neçə litr gübrə gəlirsə maya halında onu tökün. Yenə deyirəm, ağacın heç vaxt dibinə tökməyin onu.
10 santı, 10 santı, 5 santı, 10 santı kənarından dairəsəl halında ağacın dibindən tökə bilərsiniz onu. Bu bütün ağaclara ait olan bir şeydir. Çünkü subtropik bir meyveye de gelir bu. At peyni olduğu için. Hem de torpaqlarınızda zəiflik varsa da at peyninin özü cilli olan torpaqları daha da yumuşalır, koruma altına alır. Peyinlerimizi doldurduk. Burada su doldurmaya devam edirik. Videonun başında anlattığım kimi hal-hazırda bu iki boçkada inek peyni, at peyni, toyuq peyni, bir de göverçin peyni var. O məhlullar hazırlanana kadar bir həftə tam ağzı bağlanacaqdır salafanla. Sonra bu qızqırmağa devam edecektir. Bir həftədən sonra 10 günde olabilir. 2 gündən bir karıştırmak lazımdır bunu. Çünkü toyuq gübrələri 6 aylık olduğu için çok möhkəm bir tane sert bir peyindir. Ona göre onu karıştırmak lazımdır ki bütün peyinler birbirine karışsın. Təbii gübrəmiz hazır olsun. Bir həftədən sonra bunu həyətdəki olan ağaçların 10 santim ağacın tam sizə görsədim. Yani bu bir 2 yaşında ərik ağacıdır. Dairəsəl olarak 5 litr. Dairəsəl olarak yani bir qarış ağacın ətrafına bunu dibinə dökməmək şərtilə, dibinə dökməmək çünkü ağacda körpə köklər olar. Hətta bak qazıb sizə göstərə bilərəm. Bunları yandıra bilərsiniz. Hər iki boçkanın suyuyla biz doldurduq yetəri qədər. İndi biz bunun ağzını salafanla bağlayacağıq. Hər gün bu qarışdıracaqdır və qarışdırdıqca suyun üzerine çıxan ot parçalarını, saman parçalarını biz onları toplayıb kənara atılacaqdır ki, tam məhlul hazır olanda biz onu torpağa verəndə ağacın diblərində ot qırıqları olmasın. Dostlar, boçkalarımızın ağzını bağladık. Biz hər iki boçkanın ağzını bağladık. Və mən videonu sonlandırıram burada. İnşallah bir haftadan sonra görüşərik. Yine videonu çəkib paylaşacağım sizə. Necə dökmək lazımdır. Bir haftadan sonra görüşərik. Dostlar, sizden xahiş edirəm bu gördüğünüz videonu beğenəsiniz, like qoyasınız ki, mən o videonun sizin güzel yazdığınız mesajlarınızı, sizin beğenmələrinizi, like'larınızı görüp daha da güzel videoları çəkib sizlerle paylaşa bilim. Allah her birinize can sağlığı versin. Allah her birinizin təsərrüfatına xeyirli uğur eləsin. İnşallah bir haftadan sonra görüşərik. Mən bir haftadan sonra bu hazırladığım gübrəni ağaca necə verilir, onları sizə də çəkib paylaşacağım. Hələlik özünüzdən müğayət olun.